Demək, ad günündən çıxıram və bir xəbərlə qarşılaşıram. TikTokda hansısa bir səhifə demək paylaşım eləyibdi ki, ən yaxın dostumla şəklimi qoyub yazıbdı ki, Aysunun yeni sevgilisi. Hansı ki 4-5 gün bundan öncə həmən şəkil özüm paylaşıb yazmışam ki, iyi ki doğdun yakışıklı kankam. Mən buradan bəzi adminlərə, səhifə adminlərinə və bəzi jurnalistlərə demək istəyirəm ki, o səhifə ilə bağlı zaten qanuni şəkildə müraciət edəcəm sabah. Buradan onu qeyd etmək istəyirəm ki, bugündən sonra mənim şəklimi, mənim icazəm olmadan hansısa bir bəylə yalan xəbər yaysanız, desəniz ki, nə bilim, bu Aysunun sevgilisidir, yalan doğru fərq etmir, mənim icazəm olmadan bunu paylaşsaz, sizi məhkəməyə verəcəm, bunu bilin. Zaten qanuni yolla səhifələrinizə blok atıb sildirməkdən bezmişəm artıq. Bir dəqiqləşdirin, araşdırın, sonra belə şey paylaşın, ayıbdır. Məsələ bilirsiniz nədir? Məsələ sizin bu paylaşdığınız yanlış insanlarda, o insanların da həyatına, şəxsi həyatına pis təsir edir bu xəbərlər. Mənim də şəxsi həyatıma pis təsir edir bu xəbərlər. Zaten mən lazımı qədəri ilə şəxsi həyatıma bağlı nəsə lazım olanda özüm bilirəm harada danışmalıyam, nə danışmalıyam. Ehtiyac olsaydı mən özüm o şəkli paylaşardım zaten. Ehtiyac duymuram ki, paylaşmıram. Sizi maraqlandıran nədir, mən onu anlamıram. Sizlə başqa cür mü danışaq, düşmən mi olaq, nə istəyirsiniz yəni? Mən sevgilim olanda deyirəm sevgilim var. Mən ümumiyyətlə şəxsi həyatımda olsun, ümumiyyətlə bütün həyatımla bağlı nə baş verirsə, mən bunu izləyicilərimin göz önündə yaşayan insanam. Amma hər kəsin bir şəxsi həyatı var. Mən bildirmək istəsəm mənim həyatımdakı insan kimdir, bildirərəm. Çünki nə evli deyil, nə bir şeysi, o da subay, mən də subay. Amma nə gərək var ki, mən ehtiyac duymuramsa, siz kimsiz buna qarışırsınız? Bax, həmən o TikTokdakı səhifə xəbərdarlıq eləyəndən sonra ki, sənlə məhkəmədə görüşəcəm, mənə sübut eləyəcəksən orada, səhifəsinin yeli dibri silib qorxusundan. Abi, bu sən nətər jurnalistsən, sən nətər adamsan, sifarişlə iş görürsünüzsə, deyin sifarişlə iş görürük. Mən də deyim, okey, pulvu qazan, get bir 5-10 gün, gəl bir artıq da mən verim. Yəni, əgər bir elədiyiniz hərəkətin dalında dura bilmirsinizsə, bunu eləməyin də. Vicdanınız olsun da. Niyə həm onun həyatına pis təsir eləmək istəyirsiniz ki? Biraz yaxşılıqla məşğul olun da. Demək, götürüb ona yazmışam ki, sizi məhkəməyə verəcəm, mənə sübut eləyərsiniz. Qorxusundan, çünki bilir axı yalan xəbərdir, sübut eləyə bilməyəcək. Qorxusundan götürüb səhifəni yerli dibli silib. Bəstirin də, gərək hamımızdan belə danışaq, belə rəftar eləyək. Buradan axırıncı dəfə deyirəm, bir də ya hansısa məkanda kimsə mənim şəklimi göndərib kiməsə göndərsə, ya ümumiyyətlə mənim şəxsiyyətimlə bağlı nəsə paylaşacaq, məhkəmədə görüşəcəm.